əyəmləri. Mən sizə deyim ki, qadınla kişi normal bir yaşam formasına gəlməsə, öydən cıq-cıq gedəcəkdir daima. Normal yaşam forması deyəndə nəyi nəzərdə tutursunuz? Normal, Bir-birini yəni insanı anlamaq. insan sayırsan. Hər bir şey görəndə mən məsəl üçün yoldaşımla çox məsləhətləşirəm. Amma çox vaxt onun dediyini eləmirəm. Özüm bilirəm bunu, amma açıq deyirəm. Ona sağ ol deyirəm, təşəkkür edirəm, bildim. Amma öz bildiyim Amma demirsiniz. İndi amma elə kişilər də var ki, sən nə bilirsən, nədir? Mən bilirəm. Yox, o sözü deyirsə kişi düzgün deyil. Yox, onu yoldaş kimi saymır, onu sirdaş. Qadın kişi ilə sirdaş, dost, yaxın olmalıdır. Bax, kişini kişi eləyən qadınıdır. Məni rəşid eləyən mənim yoldaşımdır. Sən elə bilsən, sən eləyən sənin yoldaşındır. Yoldaşını o mərtəbə qaldıran da sənsən. Sən onun Yəni arxasında uğurlu ailə həyatı. Bəli, uğurlu həyatdır bu xanım. O ki, nığ-nığ oldu, sən niyə bunu verlədin, sən pul gətirmədin, sən nə bilim. Xanım, o qədər kasıbçılıq içində yaşamışam ki, mən. İndi həm işləyirəm həkim kimi, həm də Medistan, həm də pensiya alıram. Müəyyən qədər də dolanmağa var. 3 ailə kömək edirəm. Bir oğlumun ailəsi, bir qızımın birinin ailəsi. O birisi yaxşıdır. Bir də özümün ailəm. Yoldaşım. Üçümüz mən dolandırıram. And olsun Allah. Maşına minirik, qızımla gedirik evimizə. Taksi 3 manat 50 qəpikdir. İndi şəhərin mərkəzindən Patandardda yaşayıram. Patandardda aparıram. 3 manat 50 qəpik deyir. 20 manat verim. Kızım yanında da başqa adam oturur. Mənim dostum. Deyir, niyə 20 manat versən? Niyə? Deyirəm, əleyhə yıxılsın. Mən o pula mən kağız kimi baxıram indi. O vaxtında olmadı. Onun 1 manatdan ötürü zəll olmuşam. İnanırsa, Sovetskidə yaşayırdım. Oradan Semaşka xəstəxanasına, bir sayılı xəstəxana, oraya instituta gəlirdik də. 3 köprü olmadı ki, tramvayımla gələn piyada gəlirdim səhər tezə. Həyatdır bu. Həyat insanı çox şeylər öyrədir. Əzab çəkməyən adam, əziyyət çəkməyən adam heç vaxt yaxşı insan ola bilməz. Əzab çəkməyən. Sizcə səhv inanc deyil? Məsələn, mən heç vaxt əzab çəkməmişəm, amma məncə mən pis insan deyiləm. Sən o əzab çəkən adamı görənməzsən. Sən ona qiymət verənməzsən, həqiqi deyirəm. Dəqiq qiymət verəm. Anlaya bilmərəm onu. Yox, anlayarsan. O sən insansansa, yaxşı insansansa anlayacaqsan yaxşı. Amma sən onun çəkdiyi əzabı hiss eləməksən. Mən bir sənə deyirəm, kaş nə olaydı, həkimlər hamısı o xəstənin ağrılarını öz bədənlərində keçirəydilər. Ondan sonra o həkim necə ona kömək eləyəcəkdi? Tələsəcəkdi. Amma indi həkimlər deyir ki, yiyəsi gəlsin, pulumu versin, belə eləsin. Kassaya pul köçürsünlər. Aydındır. Aydındır. Bunlar hamısı problemdir. Xanım, bilirsən, insan olmaq, bunlar insan özdə bəşəri olmalıdır. Mən Azərbaycanlıyam, ən kiçisi mənəm. Məsəl üçün, yəni dünyəvi olmalı. Bəli, insan dünyəvi bəşəri olmalıdır. Bəşəri bilsə nədir? İnsan insandır. Hər bir insana insan kimi baxmaq lazımdır. Da mən Azərbaycanlıyam, müsəlmanam, yaxşıyam, sən nə bilim, nəsə kafirsən, xaçpərəstsən, axmaqsan, bu düzgün əməl deyil. Hamımızın tanrısı eynidir, sizcə? Hamımızın tanrısı eynidir, sizcə? Bəli, tanrısı eynidir. Nə gözəl dedin. Hamının tanrısı eynidir, Allahımız birdir. Rəşid müəllim, mənim yoldaşım həkimdir və bir gün, indi bilirsiniz ki, tendensiya var ki, sosial şəbəkələrdə həkimlər özlərini göstərirlər. Və bir gün mən onu günahlandırırdım ki, niyə daha dominant deyilsən sosial şəbəkələrdə və məni aldı belə qarşısına, izah elədi. Bu azadlıqdır. Bəli, izah elədi. Ən böyük azadlıq verirsə ki, və izah elədi ki, nə dedi? İzah elədi ki, bax dedi, mənim insan olaraq potensialım gün ərzində 3 əməliyyat eləməyə və məsələn 20 xəstə baxmağa çatır. Mən sosial şəbəkələrdə aktiv olub özümü göstərəndə mənim xəstəm çoxalacaq. Düz deyir. 21-ci xəstədə mənim səhv etmə ehtimalım artacaq. Tamam, doğru. Bu mənim xoşbəxtliyimə mane olacaq. Çox ağıllı deyir.
Çox düzgün deyir. Sizcə indi onda bu o deməkdir ki, Azərbaycan səhiyyəsində bu qədər sosial şəbəkələrdə, TV kanallarında, hansı ki TV kanallarında gedən hoqqaları siz də bilirsiniz, mən də bilirəm ki, orada necə artistliklər olur. Bəli. Sizcə Yalanlar olur. Maşenliklik. Sizcə orada olan əl varı hər şeyi qarışdırır. Elə tibbimizə ziyan vuran elə kütləvi informasiya var. Yəni televiziya kanalları deyil. Bəziləri yalanla. Ziyanlar. Bəziləri yalanla bunu. Bizdə həkim var, məsələn belə söz çıxır. Bəli, bir nömrəli həkim, nömrəli bildajı həkimlər elə bilir. Yox xanım. Həkim iş görübsənmi bir dəfə balıq ikrasını reklam eləsinlər. Yox. Onun reklama ehtiyacı yoxdur. Sən yoldaşın dedin onun ehtiyacı yoxdur. Düz deyir o. Bizim çevrəmizdə qaymaq təbəqə sayılan həkimlərin vaxtı yoxdur. Həmin insanlarla bir yerdə şounu göstərməyə. Eynən. Amma sizə elə gəlmirmi ki, elə hər şey cəmiyyətimizdə elə özümüzdən, siz bayaq dediniz ki, özümüzdən başlamalıyıq. Bəs bu tibbin marketinqini dayandırmaq üçün hardan başlamalıyıq? Televiziyalarda. Xanım. Həkim məsələn pul verir, həkim 50.000 pul verir məsələn reklama ki, mən bir ay bu sosial verilişdə mənə göstərəcəklər ki, mən necə uşaq, yəni uşağı olmayan birinə uşaq vermişəm. Bunun həlli hardan başlayır? Xanım, mən bilirsən nətərdir, onu həkim reklamla həkim ola bilməz xanım. Reklamla həkim, əgər həkim olursa, o düzgün iş deyil. Həkimi bir xəstəni ki sağaltdın ha, o xəstə gedib hamilədək. O birisi xəstə edir. Onlar gətirəcək. Heç görürsən məni bir dəfə reklam eləyərlər. Yox, heç reklamda görməmişəm. Ancaq ağsaqqal kimi ağsaqqal tanıyırlar vəssalam. Kim fikirlərinizi bildirirsiniz? Mən bilirsən nətərdir xanım. Yaxşı həkim, normal həkim, öz sənətini bilən həkim. Mən revmatoloqam, məsəl üçün, revmatizm xəstəsi xanım. İnanırsanmı ki, xəstələri mən Amerikan üsulundan dəqiq, Amerikanlar hər şeyi yazır. Kitablarını ruslar tərcüm edib. Gör nədir yazır. Deyir ki, abdominalni sindrom, qarın sindromu. Встречается при остром первичном ревматизме исключительно у детей и подростков. Yəni ilkin dövrdə gənclərdə, uşaqlarda bu təsadüf edir. Nə olur uşaqlar? Qarında sancılar olur. Taşına, tarvata, yəni ürək bulanma, öyümə, bəzən də qusma ola bilər uşaqda. Bizim uşağın qarnı ağrıyan kimi analar deyir ki, uşağımızın qurdu var. Öyle diagnoz özü qoydu analar, ananız ölməsin. Gedir qurdunu yoxladır, amma əslində revmatizmdir. Onlar bəzən qəbz olur, bəzən də qarın ağrıyır. Axırda yazır parajeniya nervus sistemi, bunlar heç kəsinə yola getmirlər. Gəlin qaynana ilə yola getmir. Sən demə birində revmatizm var. Qarın ağrı var. Qarın ağrısı var.